Qəhrəmanovadır. Çünki pasientləri də onu çox sevir, ətraf da onu çox sevir, biz də onu çox sevirik və onu həmişə deyirəm, ixtiraçı alimdir, öz ixtiraları var. Bugün yenə gətirdiyi bizə təbii tərkibli, bax bu sözü mütləq vurğulayacağım, bizim dərman preparatlarından, siroplardan, çaylardan xəbər verəcək. Amma hər zaman vurğuladığım bir şey var. Nədənsə Məlaət xanımın adı gələndə insan düşünür ki, saç tökülməsi mütləq dayanacaq. Qurd xəstəlikləri mütləq çarəsini tapacaq. Çünki siz illərdir bu sahədə mübarizə aparırsınız. Amma bugün biz saç tökülməsindən danışırıq. Bilirəm, bir qədər sonra suallar da hədsiz çox olacaq. Çünki insanlar bilməm, mövsümi dəyişiklikdirmi, yaş məsələsidirmi, stres faktoru da hər nədir. Məlaət xanım indi ətraflı bizə məlumat verəcək. Saç tökülməsindən çox şikayət edirlər. Məlaət xanım, nədən qaynaqlanır ümumiyyətlə saçın tökülməsi? Ümumiyyətlə, bugün həyat tərzi olaraq deyərdim ki, saç tökülməsi çoxdur və bugün nəinki Azərbaycanda, bütün dünyada qlobal bir mövzudur. Saçın tökülməsinin yaradan səbəblər çoxdur. Ümumi saç tökülməsi var, yəni androgen tipli tökülmələr, alopecia xəstəliyi var, sevariyalar var. Yəni, bunlar müxtəlifdir saç tökülmələr. 10 nəfər xəstə gələ bilər, onu da fərqli səbəbdən tökülə bilər. Hormonal problemlərdən tökülə bilər, stres faktorlarından tökülə bilər, autoimmun xəstəliklərdən tökülə bilər, vitamin çatışmamazlığı, parazitar xəstəliklər bu baxımdan tökülə bilər. Amma tökülə bilər deyirik. Amma burada araşdırma zamanı hər xəstədə fərdi olaraq yanaşma var ki, bunlarda da fərqli səbəblərdən tökülür. Məsələn, götürək alopesiyaları, bugün dünyada ən çox yaygın olan problemlərdən biridir. Bu topa-topa tökülmələrdir mi? Bəli, ocaqlı tökülmədir, Açaqova alopesiya deyirlər ən çox. Məsələn, bizə də deyərdim ki, bugün məsələn, 2 xarici vətəndaşı qəbul eləmişik. İngiltərədən gələn və Rusiya bölgəsindən gələn xəstələri. Rusiyadan. Mən belə görürəm ki, siz bizimkilərdən daha çox xaricdən gələnləri qəbul edirsiniz. Mən onu deyim ki, apreldən sonra ən çox yay aylarında mən o vətəndaşları daha çox qəbul edirik. Onu qeyd edeyim ki, bu tökülmələr fərqli olur. Biz deyirik ki, böyüklər arasında, kişilər, qadınlar arasında saç tökülməsi çoxdur. Amma uşaqlar arasında da deyərdim ki, həddindən artıq çox alopecia xəstəliyi bugün... görürəm, insanın ürəyi ağrıyır. Alopecia xəstəliyi çox yaygındır. Və uşaqlarda alopecia xəstəliyi deyərdim ki, məsələn, həm vitamin çatışmamazlığından, həm stres faktorlarından, həmçinin də autoimmun xəstəliklərdən tökülmələr çoxdur. Və saçın tökülməsini insanlar ilk öncə, məsələn, kiçik bir, ən çox da kişilərdə saqqal nahiyəsində kiçik bir tökülmə ilə başlayır. Bir dəlik kimi olur, ağarır və orada... Göbələk ola bilir, dəmirovlardan da ola bilir, sevariya olan xəstələrdə də ola bilir. Ən çox da stres faktorları burada deyərdim ki, daha çox önemlidir. Burada artıq narahat olmaq lazımdır, deyilmi? Həyəcək təbili çəkmə. Təbii ki, əgər bir kiçik tökülmə başlayırsa, bu get-gedə böyüməyə başlayır və uzun müddət, bəzən dayana da bilir. Bir uzun müddət o kiçik bir, görsə ki, insanlar onu nə ilə əlaqələndirir. Çox vaxt götürürlər ev şəraitində sarımsaqdan istifadə edirlər, bəzi özləri hazırladığı, nə bilim, hansısa maskalardan. Saçın tökülməsində o qədər diqqətli olmaq lazımdır. Yəni, deyərdim ki, bütün daxili orqanlarımızda gedən patologiyalardan xəbər verir saç tökülmə. Saç tökülməsi, yəni elə adi saçım töküldü, hər hansı bir serum istifadə edəcəm, nəyisə çəkəcəm, nədənsə istifadə edəcəm və bu demək olar ki, tam olaraq müalicə deyil və xəstə uzun müddət bunları edərək müalicəsini gecikdirir. Yəni, altda yatan səbəbi tapmasa... Bəli, tapmadan. Daxili orqanlarda gedən patologiyaları aradan qaldırmadan alopecia xəstələrində istənilən nəticəni almaq mümkün deyil. Uzun müddət hormonal preparatlardan istifadə edirlər. Belə xəstələr çox müraciət edir. Məsələn, bugün Rusiyadan gələn xəstədə uzun müddət 10-12 yaşlı uşaqdır. Uzun müddət onda hormonal preparatlardan müalicə aparılıb və saçlar bərpa olub. Bayaq hazırladığınız bu gözəl vitamin balansıdır deyərdim. Çox gözəl tərkibi var bu hazırladığınız. Burada kök var, ananas var, apelsin var. İnsan orqanizmində çatışmayan vitaminlər var ki, o vitamin çatışmamazlığı yarananda bizim saçlarımızda zəifləmə, qırılma, get-gedə uclarında yanıq olma,
kimi müşahidələr olunur. Əslində Məsələn, androgen tipli. Aha. Siz məndən daha yaxşı bilirsiniz indi bunu. Məsələn, saçımızı darayanda daraqda bir neçə tük görərik. Bu deyirlər çox normaldır, çünki töküldüyü qədər də yeni saçlar gələ bilir. Əslində nə zaman narahat olaq? Yəni bir limit varmı ki, bunu görəndə mən gəlməliyəm ki, ay Məlaət xanım, mənim saçım tökülür. Aşırı tökülmə olarsa təbii ki, müraciət etmək var. Amma gün ərzində 15, 20, lap 80-a qədər Məsələn, olsa da... yastığın üstündə duranda görürəm ki, o vəziyyət də olur. Çünki Allah sağ eləsin. Görürsən ki, balışın üstü, yastığın üstü, bütün... Bu normal hal deyil. Əgər gecə yatarkən yastığın üzərində çox miqdarda tüklər görünürsə, bu normal hal deyil. Androgen tipli tökülmələrdə isə qabaq hissədən keçəlləşmə gedir ki... Ən çox kişilərdə olan. Kişilərdə də olur. Bugün deyərdim ki, çox qadınlarda da var. Bəli. Təbii ki, burada tiroidlərin, hormonların rolu böyükdür. Məsələn, bəzən insanlar fikirləşir ki, mən normal qidalanıram, amma əksəriyyətinin baxanda burada bayaq ağarma, saçlarımızın ağarmasında da sinkin çox böyük rolu var. Vitamin balansı normal olmayan insanlarda təbii ki, saçlar zəifləyəcək, get-gedə qırılaraq tökülməyə başlayır. Biz onu qeyd etməliyik ki, bugün çox keyfiyyətsiz qidalara üstünlük verən təbəqə var. Uşaqlar var ki, fast foodlardan lazımsız, məsələn, ayaqüstü yeməklərdən çox istifadə edirlər. Əgər daxildə saç bizim orqanizmamızdan qidalanır. Əgər bugün biz saçlarımızın qidalanmasını normal təmin etmiriksə, təbii ki, o saçlar get-gedə tökülməyə başlayacaq. Və Sovetlər devrində insan orqanizmi üçün, məsələn, əslində biz kiçik uşaqlar üçün kaloraj hesablanırdı ki, gündəlik vitamin balansı olmalıdır ki, orqanizm, məsələn, saçlardır, dırnaqdır, dəridir, bununla qidalanır. Saç öz-özünə qidalanmır ki, bu baxımdan da o gündəlik vitamin balansı alınmalıdır. Bəzən də insanlar aşırı dərəcədə vitaminlər içirlər ki, vitamin D saça xeyirdir, kalsi xeyirdir, sink xeyirdir. Bunları aşırı dərəcədə içirlər. Amma balans yenə də normal olmur. Qaraciyərin burada funksiyası mütləq nəzərə alınmalıdır. Mən niyə görə? Mən saça müalicəni verəndə çox geniş verirəm və hər tərəfli yanaşıram. Ona görə ki, saçın müalicəsində, yenə deyirəm, bütün orqanlardan xəbər ver. Əgər xəstədə səthi yanaşma olarsa, tək biz saçları götürək. Bugün mezoterapiya bizim klinikamızda da var. Mezoterapiya var, istər PRP prosedurları, bunlar çox gözəldir. Yəni saç dibinə iynələrin vurulması. Mən bunları eləmirəm ki, niyə bunları eləyirlər? Eləməlidirlər, bunlar da lazımdır. Amma orqanizmin köklü balansı var. O balans normal olmadıqda saçlar qidalanmır və qidalanmadıqda töküləcək. Hormonlarda gedən dəyişikliklər özü də saçların tökülməsində çox böyük rolu var. Və çalışırıq ki, biz müalicəni aparanda saç olmaqla yanaşı əlavə bütün orqanlarda olan patologiyaları nəzərə alır. Məsələn, xüsusi yuyucu şampunlar deyək də, yuyucu vasitələr var ki, məsələn, bəzisi alır ki, bunu eləyəcəm, saç qalınlaşacaq, bəzisi deyir, bunu alacaq, saç çıxacaq. Çox gözəl toxunursunuz. Yəni, həqiqətən, kör-körayına gedilir, alınır və bəzən də əks təsiri göstərilir. Sonra insanların sonraki peşmançılığı da fayda vermir. Bilirsiniz niyə? Şampun yuyucu vasitədir. Biz bunu yumaq üçün istifadə. Amma siz baxın, 10 manata aldığımız şampunun üzərində də eyni şeylər yazılır. 1 manata alınanda, 100 manata alınanda. Bunlar saçı yumaq üçündür. Bunlar saçların qidalanması üçün, saçı müalicə üçün deyil. Sadəcə yuyucu vasitədir. Amma serumlar var. Müəyyən, məsələn, görürsünüz ki, uzun uzadı istifadə elədiyimiz bizim başqa balzamlar, yağlar. Məsələn, saç dibinə yağ vurmaq qəti olmaz. Yağlar tıxac yaradır və sonradan saçın tökülməsində daha çox fəsadlar yaradır. Mən, məsələn, ixtiralarımın içərisində ilk başladığım məhz balzam və gellərdir. Bu saçlar. Məsələn, indi bayaqda Londondan göstərildi. Orada aldığım məhz qızıl medalda, orada alınan ödüllərim də, bu da Koreyada olan, bu Londonda olandı. Yəni, bunlar sırf balzamla başlamışam mən, bu balzam və bunların adları belədir. Bunlar yuyucu vasitə deyil. Bunlar sırf
saçların dibini qidalandırıb və saç kökünü bərkidir, yeni tüklər əmələ gətirir. Tükdə olan qırılma, məsələn yağlılıq, aşırı yağlılıq olur. Bunların hamısında bu balzam və gellər geniş istifadə olunur. Nərgiz klinikasına yaxınlaşa bilərsiniz. Yəni, bax, Londondan aldım deyir qızıl medalı. Yəni, bunu dünya qəbul edir, aparır Məlayət xanım və qəbul edirlər. Hələ buna görə onu mükafatlandırırlar da. O zaman biz özümüzü niyə mükafatlandırmayaq? Və az öncə mən bir söz dedim. Dedim ki, mən belə görürəm ki, siz öz pasiyentlərimizdən daha çox xaricdən gəlir. Çünki mən bu sözü əbəs yerə demirəm. Bax, indi də bir Türkiyədən Məlayət xanımın yanına gəlmiş və saç tökülməsi dayanan bir qızın bir şirin təşəkkürünü çatdıracağıq. Mənə yardımda bir pasiyent müraciət edib. Pasiyentin neçə yaşı var idi? 11 yaşı. Pasiyentimizin 11 yaşı var. Alopecia xəstəliyindən əziyyət. Yıl önce gelmiştim buraya. Saçlarım çok dökülüyordu. Nergis klinikasına geldim. Saçlarım iyi, güzel oldu, çıktı. 8 yıl sonra stresten dolayı falan tekrar dökülmeye başladı. Türkiye'den tekrar geldim Nergis klinikasına. İnşallah çıkar yine. Öyle. İnşallah ki olur. Orada tedavi aldın mı? Orada tedavi oldum ama işe yaramadı. Tekrar buraya geldik Türkiye'den. Burada sizin qan təhlillərinizə də baxdıq, müayinələrinizə də baxdıq. Müayinələrinizdə vitamin çatışmamazlığınız var, hormonal problemləriniz var və buna uyğun olaraq təbii ki, saç dibində də çox deyərdim ki, həm göbələk var, sibariyə var saç dibində. Bu saçların tam bərpa olması üçün dərinin də sağlam olması önəmlidir. Və burada gördüyümüz bu saç görüntülərini biz yenidən təkrar sizə tədavini, müalicəni verəcəyik və hər tərəfli sizin müalicələriniz aparacaq. Biraz da xanımda ginekoloji problemi də var və D vitaminidir, kalsidir, dəmir azlığı var, hemoglobin azlığı var və bu müalicələrini İnşallah hər tərəfli biz verəcəyik və Allahın köməkliyi ilə tam sağalarsınız. Ben size güveniyorum. Zaten çıkmıştı saçlarım sayenizde. Teşekkür ederim. Çox şükür ederiz. İnşallah yenə də daha gözəl olur. Deməli, Məlayət xanım, belə başa düşdüm ki, gəlir, bir dəfə gözəl nəticə alır, 8 il sonra gedir, saç yenə tökülür və artıq bir dəfə nəticəni görüb deyə təkrar biletini alır, gəlir Nərgiz klinikasına və şəxsən sizin müayinənizi, müalicənizi istəyir. Bugün də artıq o saçlar yenə bərpa olunubdur. Yenə təkrar olunarmı onda? Baxın, onun dərisində problem yaranır. Dərinin özündə. Bəli, dəridə gördünüz ki, qızartılar var, göbələk var. Məsələn, bunlar olduğu zaman təbii ki, dəri sağlam olmalıdır ki, o tükü saxlasın. Bəli. O tökülməni ki, hiss eləyib, dərisində olduğu problemdən xəbəri yox idi. Bizdə müayinə zamanı aşkarlandı və buna görə də təkrar müalicəyə gəlib və onları biz aşkarladıq. Yenidən müalicə olunacaq. Yazdınız və getdi. İnşallah ki, bu dəfə tam müalicə olunar və yenidən bir tökülmə baş verməz. Amma baş versə, o artıq ünvanı bilir. Hara gələcəyini çox yaxşı bilir. Mən əminəm ki, yenidən Azərbaycana, Nərgiz klinikasına. Əlbəttə, əlbəttə. Amma məsələn, mən burada daim zəhmət olmasa yaxınlaşın. Məlayət xanıma 2 nəfəri əmanət etmişdik. Bir yaşlı bir dayımızı, bir də balaca bir balamızı. Məlayət xanım necə lazımdırsa müayinə edibdir onları. İndi cavablandıracaq. Amma mən Türkiyədən gələn qızımızı görəndən sonra fikirləşdim ki, cəmaat bilet alır. O boyda yolu uçur gəlir. O ayrı. Biz buradan bura getməyəkmi? Ayın 13-ü Nərgiz klinikasının həkim kollektivi Lənkərana, 19-u Bərdiyə, 20-si Gənciyə, 27-si isə Quba şəhərinə gələcək. Bir daha deyirəm, cəmaat xaricdən gəlir. Biz də buradan bura gedib o problemlərimizə çözüm tapa bilərik. Daim yaxınlar zəhmət olmasa. Bəli, Akif kişi, getdin, həkim səni qəbul elədi, eləmi? Gəl, səndən sonra da bir İbrahimə söz verəcəm. Siz də yaxınlaşın zəhmət olmasa. Məlayət xanım, mən istəyirəm sizi də mərkəzə dəvət edim. Çünki pasiyentləri siz məndən daha yaxşı bilirsiniz, daha yaxşı Məlayət xanımın bir sirri də var, deyəcəm onu da bölüşsün. Adam getdikcə gözəlləşir, adam getdikcə gəncləşir. Bu gənclik eliksirini də bizimlə bölüşür. Nəsə var, orada nəsə eləyirsiniz, biz onu bilmirik. Getdin mi Akif dayı? Yoxlandın qəşəngcə. Hə. Bəli, mən onunla durmuşum. Bəli, keçən dəfə də demişdi. Artıq kadrlardan bizim tamaşaçılar görür. Məlayət xanım necə var
müayinə edibdir, hər tərəfli müayinə edibdir və Məlaət xanımın özündən soruşaq, dayımızın biraz yaddaş problemi olduğu üçün. Dedi ki, məni qurt götürüb gedir. Bəli, o qurtdan şübhələnir, şikayəti çoxdur və həqiqətən də askaridi var. Amma onda həddindən artıq mədə-bağırsaq, öd-qaraciyərdə biz yoxladıq. Köpü var, qazı var və bu hisslər də onu daha çox narahat eləyir və ona görə biz ona ətraflı indi baxdıq, düzdür, müalicəsini təyin elədik. Amma yəqin ki, bir aydan sonra təkrar yaxınlaşar və biz ətraflı İnşallah. Əsas odur müalicəsi verilib. Çünki bir balaca yaşla əlaqədar yaddaşında problem olsa da biz onu dəqiq hər tərəfli müayinəsini apardıq. Amma evdən baxırlarsa gərək ailə üzvləri bu müalicə vaxtı onun yanında olalar ki, qəbizliyi də olur, bəli, qəbizliyi var, biraz köpük, məsələn, istər-istəməz qaraciyər piylənməsi, piy infiltrasiyası var, ödündə durğunluq, öd qatlaşmış çöküntülü ödü var. Yəni bunların hamısını biz nəzərə aldıq. Əla, yenə də deyirəm, ailə üzvləri mütləq nəzarətdə saxlayın ki, dayımız yadından çıxartmasın ki, bizim Məlaət xanımın da müalicəsinin nəticəsini görmüş olaq. Dayı, bir ay sonra görüşəcəyik. Nə deyibsə elə? Yox, eləyirəm. Elə, yaddan çıxartma, yaxşı. Bir ay sonra mənə deyərsən ki, necəsən? Danışdıq mı Akif dayı? O, bir ay hansı ay düşür? Biz hamısını izah eləyərik sənə, yaxşı mı? Təbii ki, yaşa sözün hamımızı gözləyə bilər. Ona görə mənim Akif kişiyə hörmətim hamını gözləyə bilir bu günlər. Ki, yaddaşım pozulur. Biz sizə bugün də ayın neçəsidir, hamısını deyəcəyik. Bugün 26 maydır, gözəl dayım. İbrahimi apardınız. Kölgəmizi Azərbaycanın əks eləməsin. Çox sağ olun. Çox sağ olun. Sən kimi deyir, gözəl. Sağ ol, Akif dayım mənim. Akif dayım həkiminə təşəkkürünü də bildirdi. Hamısını edəcəyini də dedi. Mən indi istəyirəm anası bu problemi bizə səsləndirsin bir daha. Nə idi İbrahimin problemi? İbrahimdə bu problemi idi. Sağ olun sizdən, Məlaət xanımdan dəvət elədiniz. Bilirəm indi Məlaət xanım ona necə yaxınlaşıb klinikada. Çox sağ olun. Analizlərdən keçdi, UZ-dən keçdi, başqa analizlər verdi. Amma indi nə olub onu bizə Məlaət xanım deyəcək ki, problem nədir İbrahimdə və necə yanaşacağıq burada? İbrahimdə həqiqətən də paraziti var. Yəni düzdür, uşaq narahatdır, amma hər tərəfli müayinələri olundu. Həm ultrasəs müayinəsi olundu, həmçinin də analizlərində ləmbleva, askaridi var. Bir də xırda bağırsaq qurdu, ən çox belə deyirlər, enterobiozu var və o 3 qurdun müalicəsində biz hər tərəfli aparacaq. Amma gigiyenik qaydalar burada nəzarət olunmalıdır. Hər tərəfli müalicələrini aparacaq və lazımı kimi də valideynə təhvil verərik. Gördüyünüz kimi, bax, Nərgiz klinikasında ultrasəs müayinələrdən tutmuş. Ona görə deyirəm, mən əminəm ki, A-dan Z-yə yoxlanıbdır. Bilirəm çünki Məlaət xanımın yanaşması necə olur. İbrahim biraz narahatdır, təbii ki, onun səhhəti ilə bağlıdır. Ona görə siz gedə bilərsiniz və mən burada fürsətdən istifadə bir daha Məlaət xanıma təşəkkür edəcəm. 2 pasient verdik ötən həftə. İkisini də A-dan Z-yə yoxladı, müayinələrini etdi, daha sonra müalicələrini yazıb. Mən sizi müalicənin nəticəsində gözləyəcəm burada. İnşallah. Çox təşəkkür edirəm. Əyləşə bilərsiniz Məlaət xanım. Bir xahişim var, Buyurun. xahiş edirəm. Bu verilişən xətti ilə bu uşağa, Jalə xanıma təhvil verin. Railə xanım uşaqlarla bağlı bilmirəm, özü deyəcək. Çünki bəzi uşaqlarla bağlı... Sonrası dinləyim, baxın biz tərəfdə olan problemlərdən baxın. Bizliksə o şəkildə deyim, götürəcəyik. Çünki bəzən olur ki, uşaqların, düzdür, yenə deyirəm, bizim əmanətlər idi. Ona görə Məlaət xanım onlar haqqında bizə ətraflı məlumat. Təşəkkür edirəm bir daha, bilirəm, uzun zaman alıb sizdən. İnşallah, ümid edirəm ki, insanlar yararlana biləcəklər. Bir video da var, təşəkkür videosudur və bu saç tökülməsi ilə bağlıdır. Bəyləri ən çox narahat edən məsələ 30-40 yaşdan sonra saçın tökülməsidir. Amma bu yeniyetmədir, indi danışacaq oğlumuz. Sibətdə yaşayır qulu. Maşallah, məsələn, əvvəlki şəkilləri də var. Bugün saçları çox yaxşıdır. Düzdür, qaşında hələ tökülmə var, onu bərpa eləyəcək. Saçının da bəzi yerlərində arxadan var, tökülən yerlərdən geç çıxan yerləri var. Onlar bir müddət sonra yenidən bərpa olunacaq və bugün qulu gəlib dərmanlarını götürməyə, dərmanlarını götürəcək, müalicəsi davam edir. Amma maşallah, şükürlər olsun ki, saçı, qaşı, kipriyi hamısı yaxşıdır. Düzdür, burada olan biraz var tökülmə, onu da bərpa eləyəcək. Amma onu qeyd edeyim ki, özü də məsuliyyətlidir. Vaxtı-vaxtında gəlir, dərmanı 2-3 ildir
ilə yaxındır müalicəsini davam eləyir. Yəni tam olaraq bir dənə tükü olmayıb. Bugün şükürlər olsun ki, qulunun saçları çıxıb. Ona görə də biz qulunun müalicəsini hələ ki davam etdiririk. Bir məsələyə toxunum. Bu dəfə bu mövzu ilə bağlı danışmayacağım. Çünki mən əvvəlini görmək istəyirəm. Gələn dəfə bu uşağın Məlaət xanım deyil, başında bir tük belə oldu. Bəli, nə qaşı, nə tükük. Əməlli başlı saçı başı var bu uşağın. Onu indi gətirər, gələn dəfə mütləq qoyarıq. Mütləq, əvvəlini də görək, alopesiya deyil. Var, o şəkillər ki, ardıcıl gedir, orada var. Amma indi belə ayrıca bu danışan mütləq, mən o fərqi görmək istəyirəm. Amma yaxşı məsələyə toxundunuz ki, paraleldə qaş tökülməsi, saç tökülməsi başlayır. Amma bugün həm həmin uşaqdır. Ay, bu uşaqdır. Bəli. Dostlar, bir fərqə baxın. Burada şəkillərin birində ümumiyyətlə saçı yoxdur. Amma bugün görürsünüz ki, gəncimiz artıq saçlı, başlı bir adamdır və biz bu mövzuya gələn dəfə toxunacaq, elə buradan başlayacaq. Bugünlük isə bu qədər. Məlaət xanıma təşəkkür edirəm, Jailə xanıma və Kamal doktora təbii ki. Birlikdə